E-News beynəlxalq telekanalı Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol barədə araşdırma xarakterli sənədli film hazırlayıb. Oliqarx Dizayn adlı filmdə maliyyə gücü, siyasi nüfuz və məqsədli narrativlərin münaqişələri, o cümlədən də ictimai qavrayışa necə təsir göstərə bildiyi araşdırılıb. Sənədli filmə həsr olunan mətbuat konfransında çıxış edən E-News beynəlxalq telekanalının direktoru Rüfət Həmzəyev və kanalın baş direktoru Qay Şorum bildiriblər ki, filmin hazırlanmasında məqsəd mövqe bildirməkdən daha çox güc mexanizmlərinin sənədləşdirilməsini və ictimaiyyətin məlumatlandırılmasını hədəfləyir. Bu ilin yanvar ayının istehsalına başlanan ekran işində kanalın E-News Investigation redaksiyasının təşəbbüsü və səyləri nəticəsində bir neçə ölkədə aparılan video çəkiliş və müsahibələrdən də istifadə edilib. Azərbaycan təbii ki, Qarabağ bölgəmiz, Ermənistan daxil olmaqla ümumilikdə 8 ölkədə çəkilişlər aparıldı və əgər ümumi prosesdə iştirakçı olmuş həm jurnalistlər, həm prodüserlər, eyni zamanda çəkiliş heyətini nəzərdə tutsaq, bu 100-ə yaxın adam deməkdir. Yəni 100-ə yaxın insanın zəhmətinin nəticəsini. Filmdə Ruben Vardanyanın Moskvanın maliyyə elitasındakı fəaliyyətindən Qarabağdakı siyasi proseslərə keçdiyi izlənilir. Xüsusilə onun 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi və sonradan tanınmayan separatçı qurumda tutduğu vəzifə diqqət mərkəzinə çəkilir. Filmdə Ruben Vardanyanın müxtəlif təşkilatlar çərçivəsində fəaliyyəti haqqında məlumat verə biləcək insanlardan alınan müsahibələrə yer verilib. Bir tərəfli bir narrativ qurmağa çalışmamışıq. Bu, sadəcə faktları göstərərək ictimaiyyətin özünün filmə baxdıqdan sonra kimin hansı proseslərdə iştirak olduğunu qənaətinə gəlməsidir, kimin nə dərəcədə hansı proseslərdə iştirakçı olması məsələsindən gedir söhbət. Bir çox faktlardan istifadə olunub. Təbii ki, bu açıq mənbələrdə olan məlumatların təsdiqlənməsi və yaxud dəqiqləşdirilməsidir. Beynəlxalq araşdırma hesabatlarında yer alan məlumatların həmin o hesabatlarda ya iştirakçı olmuş, ya onu dərindən araşdırmış şəxslərin müsahibəsi və təhlili əsasında müsahibələrin deməli fraqmentlərin verilməsidir. Rüfət Həmzəyevin sözlərinə görə, çəkiliş prosesinin aparıldığı 8 ölkədə gələn ildən etibarən filmin yayımlanması ilə bağlı da addım atılacaq və filmin nümayişi həyata keçiriləcək. Rövşən Əliyev, Nadir Cəlilov, Space xəbər.